Əziz və dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Sizlərə sözün əsl mənasında çox gözəl, həqiqətən də möhtəşəm bir evi təqdim edirəm. Allah hər kəsə belə bir gözəl, bundan da gözəl evlər qismət etsin. Dəyərli izləyicilərimiz, evin yerləşmə yeri elə bir ərazidir ki, hal-hazırda bugünkü gündə Masazır qəsəbəsində ev axtaran alıcıların demək olar ki 99%-i bu ərazidən ev axtarır. Masazır qəsəbəsinin düz girişində marşrut dayanacağına yaxın hündür bir ərazidə yerləşən yüksək keyfiyyətlə inşa olunub, çox gözəl təmir olunan bir həyət evidir. 5 otaqdan ibarətdir və belə bir geniş dəhliz sahəsinə malikdir. İkinci mərtəbəyə qalxan pləkanları monolit betondur, üzəri mərmər daşlar ilə üzlənib. Yəni qeyd edim ki, bu evin tikilişinə, yəni adicə baxın bu pəncərə kənarlarının mərmər olmağından fikir vermək olar ki, indiki evlərdə heç birində pəncərə kənarı mərmər deyil. Birinci mərtəbədə monolit betondur, ikinci mərtəbədə monolit betondur və köhnə qiymətlərlə satışa çıxarılmış bir evdir. Bu qiymətə bu ərazidə konkret olaraq ev yoxdur. Ətrafda elə bir yerdir ki, qonşuluqdakı bütün evlər 2 mərtəbəli villa üslubunda inşa olunan həyət evləridir. Evimiz bir neçə ilin evidir. Bura evimizin qonaq otağıdır. Qonaq otağının hər iki yana kombi xətti çəkilir. Tikiliş zamanı evin başlanğıcından sonuna kimi qoşa kubikdən istifadə olunub. Çölə baxan pəncərələr şəbəkə pəncərədir. Qapısı, laminatı, aboyu hamısı çox zövqlə seçilib və yaxşı materiallardan istifadə olunub. Ev demək olar ki, maya qiymətinə satılır. Yəni ev sahibi bu evi köhnə qiymətlərlə satışa çıxarır. Burada yerləşir sanuzel və bir neçə ilin evidir, evdə oturuşmuş bir evdir. Belə bir gözəl mətbəx hissəsi var. Mətbəxin gözəlliyinə baxın və bu mətbəxdə böyük bir üstünlük nədir? Mətbəxdən arxa mətbəxə həyətdə ev sahibi belə bir gözəl mətbəx düzəldib. Həqiqətən də çox gözəl, əla düşünülmüş bir proyekt əsasında düzəldilib. Burada manqalxanasıdır, burada əlavə avadanlığı yığmaq olur, evin yanına keçmək olur. Burada da baxın belə bir şkaf yerləridir. Burada kombi xətləri çəkilib, suyu, işığı, qazı, kanalizasiyası hamısı var, hazır vəziyyətdədir və qranit gördüyünüz bütün hissələr hamısı istepoldur. Və əlavə olaraq birinci mərtəbədə köməkçi bir yataq otağı vardır ki, buranı yəni kiçik uşaqları üçün və yaxud da ki, yaşlı insanlar üçün ikinci mərtəbəyə qalxıb enməsi problem törədirsə, yəni belə bir kiçik bir otaq kimi və yaxud da ki, ofis kimi, qardırob otağı kimi istifadə edə bilərsiniz. Sizlərə keçək evimizin çöl həyət görünüşü ilə təqdim edək. Real alıcılarla qiymətdə razılaşmaq olacaq. Qiyməti qeyd edirəm. Bu gözəl evimiz deməli Masazır qəsəbəsinin girişinə yaxın hündür ərazidə 1-ci Araz marketin arxasında yerləşir. Belə bir xarici fasad görünüşü və qabancıq daşlar ilə üzlənib. Qiymət 155 min manatdır. Yəni ev axtaran alıcılar, bəziləri deyə bilər ki, evin qiyməti bahadır, bəziləri deyə bilər ki, ucuzdur. Yəni həqiqətən də bugünkü gündə Masazırda ev axtaran, Masazır dairəsinə yaxın ev axtaran alıcılar bilər ki, bu evin qiyməti doğrudan da ucuzdur. Bundan ucuz evlər, yəni həm tikiliş baxımından, həm təmir baxımından, bundan tikilişi zəif və ölçüsü balaca olan evlər bu evdən bahadır. Belə bir məhəlləsi var. Jalüz darvaza, mərkəzi kanalizasiyası var. 2 maşın həyətə tam rahat daxil ola bilir. Evin yanına keçmək mümkündür. Bütün sayğacları qoyulub. Burada istəsəz zövqə görə baxın, besetka da yığdıra bilərsiniz ki, burada tam rahat şəkildə, yəni kanalizasiyası da, suyu da, işığı da var. Yəni besetkaya aid bütün sistemlər qurulub. Paket damdır, Cerapizza paket damdır. Yan hissədə evin baxın, burada padvalıdır, evin alt hissəsinə keçiddir. Və qalxaq ikinci mərtəbəyə. Həqiqətən də yəni möhtəşəm evdir. Mən bu evi bəyənirəm. Həm tikiliş baxımından, həm təmir baxımından sözümə inana bilərsiniz. Və indiki evlərin heç birində baxın belə bir pləkan yoxdur. Pləkan da çox gözəl yığılıb. Superdir. Qalxaq ikinci mərtəbədə. İkinci mərtəbədə bizdə yataq otaqlarıdır. 155 min manatlıq qiyməti bir daha da qeyd edirəm. Baxın, burada evimizin birinci yataq otağıdır. Arxada ehtiyac su çəni var. Bura növbəti yataq otağımız. Otaqları genişdir. Çox gözəl bir evdir. Hər iki mərtəbədə
Hamamın aksesuarları quraşdırılıb. Burada böyük yataq otağıdır. Buranı qonaq otağı kimi də istifadə etmək olar. Və sonuncu kiçik yataq otağı. Bu yataq otağının üstünlüyü nədir? Eyvana çıxışının olmağı. Sənədlər çıxarışdır, kupça da notarial qaydada alqı-satqı olacaq. İndirim nəzərdə tutulub, zəng edib maraqlana bilərsiniz.